Baxın, bu sözün ağırlığını bəlkə də mən özüm naqisəm dərk eləyə bilmirəm, amma siz bilirəm ki, bunu başa düşəcəksiniz. Bir dənə kişi lazımdır ki, gələ İmam Kazım ağanın qızı ilə ailə qura. Bir dənə kişi lazımdır ki, gələ İmam Rıza ağanın bacısı ilə ailə qura. O da yox idi. Görün, nə qədər ağır işdir bu. Hər halda siz bunu daha yaxşı dərk edirsiniz. Bu nə deməkdir? Bir nəfər İmam Rıza ağanın bacısı üçün elçi gəlir. Gərək bu kişi cəsarətin tapa da özündə. Elə deyil. Gərək bir nəfər kişiliyin İmam Rıza qabağında sübut eləyə ki, bu qapını döyə bilə də, ki, imamın bacısına elçi gələ də. Hamısı Həzrət Əli deyil ki, gələ Peyğəmbərin qapısını döyə deyə qızıma elçi gəlmişəm. Ona görə xanım Məsumə salamullahi aleyha ailə qurmayıb. Və məqamı da elə buradan üzə çıxır ki, bir belə Əhl-i Beyt xanımlarının içində bu həddə çatması və sonra buna uyğun bir insanın olmaması ailə qurumu üçün göstərir ki, bu xanım çox fəzilətli olub və fəzilətində də nə çox hədislər. İmam Cavad əleyhissalam, İmam Rıza ağanın oğlu, yəni xanım Məsumə salamullahi aleyhanın qardaşı oğlu buyurur ki, mən zərə əmməti biqum vəcəbələhul cənnə. Kim gəlib qumda mənim bibim Məsuməni ziyarət eləsə, cənnət ona vacibdir. Baxın, bu sözü deyib. Görəsən biz, əleykumussalam, bunu necə başa düşək İmam Cavad? Ağa, sənə qurban olum. Bir dənə söz demisən də, görəsən heç bunun işarələri var ki, bu xanımı ziyarət eləyəndə adama cənnət verəcəklər, bəli var. Belə, bəlkə də zahirən balaca görükür, amma balaca da deyil. Yəni, bu insan necə bir ziyarətlə adama cənnət verə bilər? Misal, necə o insanın süfrəsindən götürülən bir çimdik duz xəstəyə şəfa verir? Özü də o cür cənnət verir. Yəni, əgər bir insanın adına açılmış bir dənə süfrədən bir çimdik duz götürürsən, gəlirsən öz məmləkətində bir dənə xəstəyə verirsən, o xəstə şəfa tapırsa, bunun vücudu olan yerdə adamı cəhənnəmə aparmazlar ki, da bu özdə adamı cənnətə aparar da.